Xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqət notariusun arxasında 2 sotyanın torpaq sahəsinin üzərində həyət evinə çıxıb inşallah evin təqdimatını təqdim edək sizlərə. Evin torpağının çıxarışı var, ipotekada yer aldı, qeydiyyata düşmək olur. Bir zal, 2 yataq, 1 mətbəx, 1 sanjeldən ibarətdir. İlkin olaraq qiymət 81.000 manat, reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Evin sağ və sol hissəsinə rahat bir şəkildə keçmək olur və sağ hissəsini sizlərə təqdim edək. Orada da torpaq sahəsi qoyulub və burada da bax fikir verin, çox səliqəli belə bir şey işlənib, gül əkmək üçün də gözəl görsənir. Və padvanın qapısı yəni qoyulacaq. Çünki təmir işlərinin son belə deyək, akordları qoyublar. Və sol tərəfində də keçid var. Sol tərəfində keçid hissəsi var. Giriş hissəsində sizlərə təqdim edək. Yəni 1 metrdən artıqdır, fikir verin. Və giriş hissəsini buradan təqdim edək, zəhmət olmasa. Yerdən də qeyd etdiyimiz kimi ən azından 6-7 daş köçürür. Buradan da giriş hissəsini birdən təqdim edək, zəhmət olmasa izləyicilərimiz izləsinlər. Giriş hissəsini sizlərə təqdim edək. Orada qapının girişində suyun axıntısı və şambası qoyulub. Və keçir içəri hissəsinin təqdimatına. Koridor və koridorun ayrı-ayrı otaqları kombin xətlərinə qədər atılıb. İnşallah zal hissəsini təqdim edək sizlərə. Və yataq otaqlarını təqdim edək. 2 yataq otağı, birinci yataq otağımızı təqdim edək. Və ikinci yataq otağımızı təqdim edək. Və mətbəx hissəsini. Mətbəx hissəsi də demək olar ki, hazır. Və sanuzə hissəsini göstərək. Sanuzə hissəsi tam hazır vəziyyətdədir və aksesuarlar qoyulub. Veriləcək, göstərək izləyicilərimizə. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşləqət notariusun arxasında 2 sotyanın torpaq sahəsinin üzərində inşa edilib. 6-7 daş kürsülü evin torpağının çıxarışı var. Qeyd etdiyimiz kimi həm ipotekaya yer aldı, həm qeydiyyata düşmək olur. 1 zal, 2 yataq, 1 mətbəx, 1 sanjeldən ibarətdir. Qiymət ilkin olaraq 81.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Və səhifəmizi izləsin. Məşləqət əməkdaşları və rəhbərliyə sizlərə dərin təşəkkürümüzü bildiririk.